Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala nebiyyina Muhammed və ala alihi və ashabihi və mən təbi'ahum bi ihsanin ilə yevmiddin. Amma ba'd. Hamına salam edirəm. Selamu aleykum və rahmetullahi və barakatuhu. Əziz qardaşlarım, bugünkü gündə mübarək Ramazan ayındayıq. Bu Allah Taala'nın 12 ay içində seçdiyi ən əzəmətli, ən böyük, dəyərli, ən qiymətli, ən ələ düşməz Allahın insanlara bəxş etdiyi ən müqəddəs aydır. Bu qısa 15 dəqiqəlik söhbətimizdə sadəcə bir sual cavablandıracağım. Allah Taala'dan diləyirəm ki, bunu cavablandırmaqda bizləri muvaffaq eləsin. Nə üçün oruç tuturuq? İbadətin məqsədini bilmək, hər hansı bir ibadət olursa olsun, Allahın hansı əmri olursa olsun, ibadətin hansı növ olursa olsun, onda əsas məqsədi bilmək, həmin əməldə muvaffaq olmağın səbəblərindəndir. Ona görə, əziz qardaşlarım, bu sualı qısa da olsa 15 dəqiqə içində cavablandırmağa çalışacaq. Nə üçün biz müsəlmanlar Ramazan ayında oruç tuturuq? Ona görə ki, əziz qardaşlarım, Ramazan ayında oruç tutmaq xüsusilə, umumilə oruç tutmaq müminin qəlbində iman bitirir. Allah Teala Quran-ı Kərimdə Əl-Baqara surəsinin 183-cü ayəsində buyurur: Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, sizdən öncəki ümmətlərə, sizdən öncəki peyğəmbərlərə, onların ümmətlərinə oruç tutmaq vacib olduğu kimi sizlərə də vacib oldu. Sizlərə də fərz oldu ki, bəlkə Allahdan qorxasınız. Əsas məqsəd, əziz qardaşlarım, bu ayətdə ortaya çıxır ki, oruç tutmaqda məqsəd təqva neymətini, əziz qardaşlarım, qazanmaqdır. Təqva neymətini, Allahdan qorxunu qəlbdə bitirməkdir. Çünki əsl insanın yaradılış məqsədi bu qayəni yerinə yetirməkdən ibarətdir. Allah Teala bütün kitabları təqvanı təhqiq eləmək üçün nazil edib. Allah Teala bütün peyğəmbərləri göndərib ki, insanlar təqvanı əldə etsinlər. Allah Teala bunun üçün şəriəti endirir. Ona görə də Allah Teala insanların ancaq qəlblərinə, təqvalarına baxarlar. Səhih hədisdə gəlmişdir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnna Allah la yanzuru ila suvarikum və la ila əşkalikum və lakin yanzuru ila qulubikum və a'malikum. Allah Teala sizlərin şəkillərinə baxmır. Sizlərin görünüşlərinə baxmır. Sən qarasanmı, sən ağsanmı, sən köksənmi, o biri arıqdırmı, biri güclüdürmü, biri zəifdirmi? Allah qatında bunun dəyəri, qiyməti yoxdur, möhtərəm qardaşlar. Peyğəmbər s.ə.v deyir ki, lakin Allah Teala sizlərin qəlblərinizə baxır və qəlbdə olan səmərə sizin əməllərinizə baxır. Əsas məqsəd budur, əziz qardaşlarım, təqvanı. Bütün ibadətlərdə, əslində bütün ibadətlərdə məqsəd təqvanı əldə etməkdir. Və Allah Teala Baqara surəsində keçən ayətlərdə bütün ibadətlərin hamısında əsas məqsəd təqvanı yerinə yetirmək olduğunu bildirdiyi halda oruç tutmağı xüsusiləşdirir. Allah Teala Baqaradakı ayədə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, Ya eyyuhəl-nəsuttəqu Rabbəkumul-ləzī xaləqəkum vəl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ya eyyuhən-nəsu ubudu Rabbəkumul-ləzī xaləqəkum vəl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey insanlar, sizləri və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə ondan qorxasınız. Ona görə, əziz qardaşlarım, Allah qatında insanların mənziləti də görünüşlərinə görə deyil. Görünüşlərinə görə deyil, zahiri görünüşlərinə görə deyil. Allah qatında insanların mənziləti, insanların qəlblərində olan Allah qorxusuna görədir. Allah Teala Hucurat surəsinin 13-cü ayəsində buyurur: İnnə əkramakum indallahi ətqakum. Sizin Allah qatında ən hörmətliniz, ən mərfətliniz, Allah qatında mənzilcə ən uca olanınız, Allahdan ən çox qorxanınızdır. Əziz qardaşlarım, oruç tutmaq bizləri buna yönəltir. Qəlbimizdə təqvanın bitməsinə yardım edir. Və əziz qardaşlarım, nə üçün oruç tuturuq? Ona görə oruç tuturuq ki, oruc ibadəti qulla Allah arasında olan ən sirli ibadətlərdən biridir. İnsan namaz sir qılsa da bunu hamıdan ömrünün axırına kimi gizlətə bilməz. İnsan zəkat versə, sədəqə versə, başqa həcə getsə və s. kimi insanların nəzərindən qaça bilməz. Amma oruc elə bir ibadətdir ki, insan ömrünün axırına kimi oruç tuta bilər, bunun heç kəsdən xəbəri olmaya bilər.
Ona göre yegane, buna bəzi elm əhli deyir ki, ibadətdə olan ən sirli ibadətdir. Ona göre oruç tuturuq ki, möhtərəm qardaşlar, oruç tutan insanların hesabı, mükafatı Allah katında haqsız hesabsız, saysız hesapsızdır. Peygamber sallallahu aleyhi ve sellem sahih hadiste buyurmuştur ki, hadis-i Kuds'de gelir, Allah Teala buyurur ki, kullu amel ibni Adem'e lehu illa savm fe innehu li ve ana eczi bihi. Adem evladının bütün emelleri onun üçündür. Ancak onun tuttuğu oruc benim rızam üçündür. Onun mükafatını da mən vereceğim diyor Allah Teala. Məhdudlaşdırmır möhtərəm qardaşlar. İbadətlər var ki, Peygamber sallallahu aleyhi ve sellem deyir ki, tək qılınan namazdan, cemaat namazında qılınan namaz 27 dəfə əfzəldir. Başqa bir rivayətdə 25 dəfə əfzəldir. Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, kim qəbul olunan həcc eləyərsə, anadan doğulmuş günahsız uşaq kimi gələr. Müəyyən ibadətlərdə olan əcirlər məhdudlaşdırılıb, amma orucda belə deyil. Oruc ona göre ki, möhtərəm qardaşlar, həm ibadətlərdə olan sirdir, hem de orucu sələf-ü salih səbr adlandırıb. Ramazan ayını səbr ayı adlandırıb. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, biz səbr edenlerin mükafatını saysız hesapsız verəcəyik. Her iki qismdən əziz qardaşların, oruç tutanların mükafatı saysız hesapsızdır. Neye göre möhtərəm qardaşlar biz oruç tuturuq? Ona göre ki, oruç tutmaq bizleri cennete daxil edir. Ebi Umame radıyallahu anh deyir ki, ya Resulallah, dulleni ila amelin adkhulu bihil cennet. Ebi Umame radıyallahu anh deyir ki, ya Resulallah, sen beni elə bir əmələ yönelt ki, mən onu etməklə cennete daxil olum. Sahabelerin həmmi, sahabelerin düşüncesi bu dünyada buydu. Başka bir şey değildi. Bir gün bir sahabe gelir deyir ki, ya Resulallah, Peygamber sallallahu aleyhi ve sellem bakır ki, sahabenin yüzünde hüzün var, gəm var, qüssə var, hiss eləyir. Bu onu gösterir ki, aziz kardeşlerim, İslam dini paylaşma bir dinidir. Herkes öz mənfəətinə çalışmağa əmr çalışmağa məsləhət görən bir din değil. Bir Müslümanda gəm olarsa İslam dini yöneldir ki, onun gəmini paylaşmalısan, gedərməlisən. Peygamber sallallahu aleyhi ve sellem buyurur, men farraca an mu'minin kurbeten min kurabi dunya, farracallahu anhu kurbeten min kurabil ahire. Kim müminin bir gəm güssəsini gedərməyinə səbəb olarsa, bu dünyada Allah Teala o gün övladın, malın, devlətin fayda vermeyen bir günü, o günün gəminin qüssəsindən Allah Teala onu qaldıracaq. O gəminin qüssədən onu azad edəcək. Peygamber sallallahu aleyhi ve sellem bir sahabenin yüzünde hüzün görür. Çağırır yanına ki, soruşa ki, belki bunun pulu yoktur. Belki bu xəstədir. Belki bir ihtiyacı var. Belki birinden korkur. Belki müəyyən səbəblərdən hüzünlənir. Çağırır deyir ki, neye ihtiyacın var? Ne istəyirsən? Dua elim Allah Teala sana nəsib etsin onu ki, bu kədərli üzünü görmeyeyim. O sevinçli üzünü görün. Peygamber'e deyir ki, ya Resulallah, mən cənnətdə seninle beraber olmak istəyirəm. Sahabenin üzündeki hüzün bu idi möhtərəm qardaşlar. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, "Ava gayre zalik." Tamam, bunu başa düştük, bunu anladık, bunu alacaksın inşallah. Başka bir isteğin var mı? Der ya Resulallah, seninle cennette bir yerde olmak isterim. Peygamber sallallahu aleyhi ve sellem der, "Ava gayre zalik." Başka bir şey. Der ki ya Resulallah, seninle cennette bir yerde olmak isterim. Seni gönderen Allah and olsun ki bundan başka hiç ne istemiyorum. Korkurdum ki der, biz bu dünyada yaşayırıq, mən seni görürəm, sen beni görürsən, yanında otururuq. Ölüm bizi ayırar, bir daha görməzik. Peygamber sallallahu aleyhi ve sellem sahabəni ve bütün sahabəni ve Peygamber bütün seveni kıyamet gününe kim gelen insanları müjdeleyen bir tane söz değil. El mar'u ma'a men ahabba. Kim kimi sevirse onunla olacak der cennette. Enes ibn Malik der, bu bizim için, hamımız için bir müjdeydi. Çünkü hamımız Peygamber sallallahu aleyhi ve sellem'i sevirdik. Sahabenin kədəri belə getdi möhtərəm qardaşlar. Burada əziz qardaşlarım, Ebi Umame radıyallahu anh soruşur ki, ya Resulallah, mənə elə bir əməl göster ki, onun etməklə cənnətə girim. Sahabeler başka şey istəmirdi. Allah'ın cənnətini qazanmaq üçün hər şey üçün hazır idi. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, aleyke bis savm fe innehu la misle lehu. Peygamber sallallahu aleyhi ve sellem deyir, oruç tutmaktan möhkəm yapış. Allah katında onun kimisi yoktur. Ona göre oruç tuturuq ki, cennete girmemize səbəbdir möhtərəm qardaşlar. Neye göre oruç tuturuq? Ona göre oruç tuturuq ki, oruç tutmamız cehennemden uzak düşməyimizə, uzak kalmağımıza, cehennemden azad olmağımıza səbəbdir. Peygamber sallallahu aleyhi ve sellem sahih hadiste buyurur ki, "As-siyamu cunnetun yestecinnu bihal abdu minen nar."
Peyğəmbər s.ə.v buyurur ki, oruç tutmaq müminin qalxanıdır. Cəhənnəm odundan onunla qorunur. Cəhənnəmlə özü arasında bir qalxandır. Başqa bir hədisdə gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, kim Allah yolunda, Allah rızası üçün bir gün oruç tutarsa, Allah onun sifəti ilə cəhənnəm odunun arasını 70 il uzatar. Nəyə görə oruç tuturuq möhtərəm qardaşlar? Çünki Allah Teala oruç tutanları mükafatlandırmaq üçün cənnətə özəl olaraq qapı qoyubdur. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, İnnə fil cənnəti bəbən yuqalu ləhu rayyan yədxulu minhu saimunə yevməl qiyamə və lə yədxulu minhu əhədun qayrahum fəidə dəxalu uğliq. Peyğəmbər s.ə.v deyir ki, Allah Teala cənnətdən bir qapı qoyub, onun adı Rəyyandır. O qapıdan sadəcə və sadəcə oruç tutan insanlar girəcək. Hədisdə təkid gəlir ki, onlardan başqa heç kəs girməyəcək. Onlar girdikdən sonra o qapı bağlanacaq. O qapıdan keçməmiz üçün oruç tuturuq möhtərəm qardaşlar. Nəyə görə oruç tuturuq möhtərəm qardaşlar? Ona görə oruç tuturuq ki, günahlarımızdan uzaq durmağa səbəb olur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizdən biriniz oruclu olduğu halda pis söz danışmasın, pis hərəkət etməsin, cahillik etməsin, haray həşir salaraq başqasına əziyyət verməsin. Başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur ki, Mən ləm yədə' qavlə zuri vəl-əmələ bihi fəleysə lilləhi həcətun fi ən yəda'a ta'aməhu və şərabəhu. Kim yalan sözü, yalan hərəkəti, cahilliyi oruclu olduğu halda tərk eləməzsə, o insanın yeməyini, içməyini, şəhvətini buraxmağa Allah Taala'nın ehtiyacı yoxdur. Yəni bu insan oruclu olduğu halda günahlardan çəkinmək üçün səy eləməzsə, o insana qalan acılığı və susuzluğu olar. Oruc bizim üçün əziz qardaşlarım, həm maddi, həm mənəvi bir tərbiyədir. Allah Teala bu ayda, bu Allahın nazil etdiyi bu Ramazan ayında, əgər bir müsəlman, bir mömin bu ayı dəyərləndirərsə, bu ayı qiymətləndirərsə və əziz qardaşlarım, bu ayın içində olan bərəkətlərdən istifadə edərsə, insan elə gözəl tərbiyə olunar ki, gələn 11 ayın içində o tərbiyə onun üçün kifayətlənər. Nəyə görə oruç tuturuq möhtərəm qardaşlar? Oruç tutmağımızda əsas məqsədimiz nədir? Oruç tutmaqda əsas məqsədimiz odur ki, ehtiyacımız olan günü, Allaha ehtiyacımız olan günü, cəhənnəmdən uzaq durmağa ehtiyacımız olan günü, cənnətə daxil olmağa, bir savaba ehtiyacımız olan günü bizə yardım eləsin deyə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruç tutmaq da, Quran oxumaq da sahibinə qiyamət günü şəfaət verəcək. Oruc gələcək ki, ya Rabbi, insanlar yeyirdi, insanlar içirdi, insanlar şəhvətinin arxasınca gəzirdi. Amma sənin bu qulun yeməyini sənin rızan üçün tərk etdi, içməyini sənin rızan üçün tərk etdi, şəhvətini, istəklərini sənin rızan üçün tərk etdi. Ya Rabbi, sən mənə izin ver, quluna şəfaət verim. Quran da onu deyəcək, möhtərəm qardaşlar. Deyəcək ki, ya Rabbi, insanlar yatırdılar, insanlar dünyanın arxasıyla gəzirdilər, insanlar məndən üz çevirmişlər, amma bu qulun gecələri oxuyurdu, gündüzləri əməl edirdi. Bu qulun məni heç vaxt tərk eləmirdi, ya Rabbi, sən mənə izin ver, sənin bu quluna şəfaət verim. Hədisin axırında gəlir ki, fəyəşfəən. Allah hər ikisinə deyəcək ki, şəfaət verin, şəfaətiniz qəbuldur. Allah Teala bizi məqbul oruç tutanlardan etsin, möhtərəm qardaşlar. Allah Teala'dan diləyirəm ki, bizləri bu Ramazan ayının əsl mənada istifadə edənlərdən etsin. Allah Teala'dan diləyirəm ki, bütün müsəlmanlara tutduğu orucu qəbul eləsin və bütün sözlərində, əməllərində, bütün ibadətlərində ixlas nəsib eləsin. Sallallahu aleyhi ve sellem və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.